Yok, burada artık tesadüfi elementler yoktu. Onu diyeyim. Ee, Rusya təxminən bir xeyli müddət əvvəl Avropa ölkələrini dron hücumlarından intensiv təhdid eləməyə başladı. Polşaya, Baltikaya, hətta Rumuniyaya, hətta Macaristana dronlar getdi, çıxdı və müəyyən ərazilərə dəydi. Doğrudur, böyük hasarlar yetirməsə də, hər halda toplumda, yerli toplumda müəyyən bir tədirginlik, müəyyən bir narazıçılıq yaratdı. İndi aşağı-yuxarı eyni gərginliyi Qara Dənizdə də yaratmaq istəyir. Bunun da səbəbləri var. Səbəblərindən biri odur ki, Türkiyədə digər Avropa dövlətləri kimi, hansı ki bu dron göndərirdi, Polşa və başqaları kimi NATO üzvüdür və həm də Türkiyə NATO'nun sıradan bir üzvü deyil, çox ciddi bir üzvüdür. Ona görə də bu tərəfdə də müəyyən bir gərginlik, yəni niyə gərginlik yaratmaq istəyir Qara Dənizdə? Qara Dənizdə gərginliyin yaradılmasının bir neçə səbəbi var. Türkiyədən onsuz da Rusiya gizli olaraq razı deyildi. Yəni xroniki narazılığı var. Birinci xroniki narazılığı Türkiyənin Ukraynanın ərazi bütövlüyünü tanımasıyla bağlıdır. Yəni birmənalı şəkildə Türkiyə bütün görüşlərdə, beynəlxalq görüşlərdə hər zaman Ukraynanın ərazi bütövlüyünün tanınmasından yana olduğunu və Krımın ilhaqının tamamilə qanunsuz olduğunu elan edibdir. Bu birinci məsələ. İkinci məsələ, Ukraynaya hərbi texniki yardım göstərir. Bunu da açıq şəkildə eləyir və bunu da gizlətmir. Rusiyanın bu iki Ukrayna ilə bağlı bu iki məsələdə Türkiyə ilə narazıçılığı var və xroniki soyuqluğu var.